Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi vahidil kahhar. Vessalatu vesselamu ala nebiyyinel muhtar. Ve ala alihi ve ashabihil ethar. Ve ala cemiyil enbiyayı vel mursalinel ebrar. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli kardeşlerim, geçen ders Allah Azze ve Celle'ye hamdolsun peygamberlerin, umumi peygamberlerin dikkatle kulak asın sünnetini işledik. Yani bu təkcə Muhammed sallallahu aleyhi ve sellemin değil de Adem'den Muhammed'e kadar aleyhisselam bütün peygamberlerin sünnetidir. Nedir? Sade yaşamak ve tevazu sahibi olmak. Sadeliğe qənaət göstermek, yani onunla keçinmək, hayatını başa vurmak ve o üzere tövsiye edici olmak. Yani hem o hayatı yaşayıp hem o üzere tövsiye edici olmak ve tevazukar olmak. Ümumiyyətlə bunun beraberinde bu yolun bizi cennete aparmasıyla yanaşı, bir de bunun ziddisi var. Yani ziddi, tezat töreden bir karşı durması var ki, bu da nedir? Kibirdir. Yani təkəbbürlük göstermektir ki, bu da Allah korusun bir müddetten sonra diğeri cennete apardığı kimi hemen bu kibir de insanı ne yapar? Zelalete, ve o da doğrusuyla insanı oda aparar ki, Allah Azze ve Celle bizleri bundan muhafaza eylesin ve bizi birinci zümrenin sakinlerinin arasına katsın. Değerli kardeşlerim, ümumiyyətlə kibir dediğimiz zaman ne başa düşürük? Kibir, insanın bir neçə yerde, bir neçə sahədə məna etibarı ilə eyni kökə dəlalət edən müxtəlif terminlərdə özünü əks etdirən bir şey. Məsələn, ucub bir kibirdirmi? Ucub bir kibirdir. Riya bir kibirdirmi? Riya bir kibirdir. Alimlerden bəziləri deyir ki, tembellik bir kibirdirmi? Yani özünde tembellik göstermeye hak hissetmek bir kibirdirmi? Özünde tembellik göstermeye tasarrufunun sahibi olmasında özünü sonuncu söz sahibi olarak görmeyen bir kibirdir. Yani ki, mən bu işi görməyəcəm və yaxud da mən bu işi görəcəm, sadəcə olaraq tembellik edirəm. Hikmət sahibi kimsələrdən bir neçəsi deyirlər ki, tembelliyi tasarruf eden kimsə, orada özünə hak payı biçən kimsə, kibirli kimsədir. Ondan sonra kibir, yani kibirin özü, yani bizim o istekbar dediğimiz, hansı ki şeytanın ayet-i cəllədə hitap edilen o termin ki, "Vastakbara və kana minel kafirin." İstekbar özü adından məlum olduğu üzere kibirdirmi? Kibirdir. Sadece olarak bunlar hərəsi ayrı-ayrılıqda bir kibirdir. Məsələn, riya nədir? Riya əməli edib də onda kibiri göstərmək, o əməli özünə bağlamaqdır. Yəni özündən bilmək, əməlin sahibi olan da əməli qeydsiz, şərtsiz birbaşa özünün etdiyini biruzə verən də özünün olduğunu insanın belə deyək, öz qatında təsdiq etməsidir. Ondan sonra ucub nədir? Ucub kişinin bir şeylərə sahib olmasını, baxın bu artıq əməl deyil, bu artıq əldə etmədir. Əldə etdiyi şeylərin özündən olmasını bilməsidir. Yəni bu şeylər var məndə, amma məndəndir bunlar. Necə ki, riyada bu əməli etdim, amma mən etdim. Yani buna Allah mənə tövfik ve tövfik ettiği bu yolda da müvəffəq etdi değil de bu yola özüm yollandım ve bu yolda özüm müvəffəq oldum deməsidir riya. Ve bunu insana bir şekilde göstermesidir. Yani ki mən bu əməllərin sahibiyəm. Gizlində etdiği o əməllərdə ki Allah Azze ve Celle onu müvəffəq etdiği təqdirdə onu gündüzlərdə, yani insanların içine çıktığı zaman aşkara vurmasıdır. Riya ne oldu? Riya bu bakımdan bilavasitə bir kibir olmuş oldu. Anlaşıldı mı? Demek ki riya bir kibirdir, ucub bir kibirdir, ondan sonra tembellik göstermek bir kibirdir. Mesela insan deyir ki, Allah Azze ve Celle buyurur ki ayet-i cellede "Vaqimus salah." Namazı kılın. İnsan deyir ki, mən namaz qılmayacam demirəm, mən namaz qılacam. Sadəcə olaraq biraz tembellik edirəm. Tembellik etməyin zərurətdirmi sənə? Tembellik etməyin sənin üçün üzür səbəbidirmi? Xeyr. Sadəcə olaraq tembellik etmənin haqqını özündə qazanmış görürsən. Yəni özünün o haqqa sahib olduğunu qeyd edirsən və bu xüsusda artıq başlayırsan Allah Azze ve Celle'nin əməlinə nə gətirməyə? Xələl gətirməyə, əməlindən uzaklaşmağa ve dersen ki mən
İslam üzərəyəm ki, biz ümumiyyətlə biz də bunu deyirik. Həmən insan dili ilə iqrar edir, qəlbi ilə təsdiq edirsə, 3 imama görə İslam üzərədir. Sadəcə olaraq burada alimlər qatında söhbət tənbəlliyin də bir baxma kibirə gedib çıxmasıdır. Yəni o adam deyir ki, mən tənbəlliyim səbəbilə bundan bərdə dururam, yoxsa mən qılacam. Amma bir üzr də gətirmir, bir zərurət gətirmir, anlaşıldı mı? Bu da bir kibirdirmi? Alimlərimiz deyir ki, bu da bir kibirdir, bəli. Çünki o tənbəlliyi ona haqq olaraq heç kəs verməmişdir. O özü özündə o tənbəllik haqqını eləmişdir, özü özündə oturuşturmuşdur, özü özündə qəbul edici olmuşdur. Dəyərli qardaşlarım, kibir dediyimiz zaman kibir hansı hallarda və necə formalaşır? Baxın, Yahudilərin kibri Peyğəmbərin onların içərisindən çıxmasıydı. Məkkəlilərin kibri, yəni Qureyşlərin kibri, Peyğəmbərin zadəcan bir təbəqədən çıxmasını gözlədikləri halda o təbəqədən çıxmamasıydı. Əsli etibarla ikisi də yalan deyirdimi? Bəli, ikisi də yalan deyirdi. Çünki o gün zadəcanlardan olan məsəl üçün Əbu Sufyan gəlib Peyğəmbər olaraq özünü təqdim eləsəydi risaləti ilə, deyər Umeyyə bin Xələf, ondan sonra Əbu Cəhil, Əbu Ləhəb ki, onu qəbul edəcəkdi, xeyr etməyəcəkdi. Amma onlar nə deyirdi? Onlar deyirdi, bizim problemimiz niyə görə bizim kimi sadəcanlardan birinə yox da Abdullahın oğlu Muhammedə sallallahu aleyhi və səlləmin bu kimi bir risalətin verilməsiydi deyirdi. Əsli etibarla yenə yalan danışırdılar. Onlardan içlərindən birisinə gəlsəydi belə, yenə onlar nə etməyəcəkdi? Yenə onlar o risaləti qəbul etməyəcəkdi. Bu ayrı bir mövzudur. Mövzu tamamlanan həmən nöqtə hansıdır? Ortada bir kibirin olmasıdır. Qula qarşı kibir var. Qula qarşı kibir var. İlaha qarşı kibir var. Qula qarşı kibir nədir? İnsanlarla bəzən eyni səviyyədə olduğun halda və yaxud da daimi olaraq eyni səviyyədə olduğun halda onlara üstünlük taslamağın, yəni onlara üstün olduğunu hiss etməyin və üstün olduğunu eşitdirməyə çalışmağın ki, mən sizdən üstünəm və yaxud da özünü elə aparmaq. Tabiin böyük alimlərindən olan Fudayl ibn İyad rahimehullah teala buyurur ki, bir gün dostu ilə həcc ibadətini yerinə yetirdikləri zaman dostuna deyir ki, sən nə zənn edirsən deyir. 2 nəfər gedir. Deyir, sən nə zənn edirsən deyir. Bu qədər insanlarla deyir, görürsən də, bu qədər 100 minlərlə deyir, insanları görürsən deyir. Elədir deyir, ey Şuayb. Deyir, elədir, ey Fudayl deyir. Deyir, sən nə görürsən bu insanları? Necə, yəni özünü necə hiss edirsən bunların arasında? Mən də deyir, onlar kimi bağışlanmağa gələn bir günahkaram. Deyir, əslində elə deyildir. Əslində deməlisən ki, bu qədər insanın içərisində ən günahkar 2 insan varsa o bizik. Yəni, kibirdə mühafizə olunmağın, təvazı göstərməyin əsl göstəricisi bilirsiniz nədir? Üstün olduğun halda özünü əksiltmək. Gizli riyabəs, gizli kibir nədir? Əksik olduğun halda özünü əksildib də üstün etməyə çalışmaq. Bax, buna alimlərimiz İmam Qazali, ondan sonra digər mötəbər alimlərimiz öz risalələrində, öz kitablarında yer vermişlər. Biri var kibir, bir də var gizli kibir. Bəzən insanın özünün belə xəbəri olmaz. İçində olar. Məsələn, insanın, bu dəqiqə biz dərsi dinləyirik də Allah üçün, hə? Əslində, səhabə kibri Allah Rasulü sallallahu aleyhi və səlləmdən belə dinləmirdi. Səhabə, ravi rivayət edir ki, səhabənin deyir, gözləri deyir, susuz qalmış deyir, balığın gözləri kimi deyir, bərəlmişdi, tabiri caizsə əgər. Və gözlərini tikmişlər Allah Rasuluna ki, Allah Rasulü sallallahu aleyhi və səlləmin ağzından çıxan hər bir şey bizə aiddir. Baxın, elə Fudayl ibn İyad nə dedi? Dedi ki, burada 2 günahkar varsa, birincisi mənəm, ikincisi sən. Burada xeyirli insanlar varsa, qarşımıza çıxan hər bir insan bizdən daha xeyirlidir. Qardaşlarını elə görəcəksən deyir. Təvazı budur və kibirdən qorunmağın deyir, şərti də elə budur. Mühafizə olunmağın şərti də elə budur. Dəyərli qardaşlar, baxın, biz necə aparıq özümüzü? Məsələn, bir müəllim, bir xoca, bir şeyx təvazudan danışdığı zaman
Hemen onu özümüzdə, öz libasımızmış kimi görürük. Deyirik ki, bu məndən var. Elhamdülillah, mən də beləyəm. Allah Subhanahu taala məni sabit qədəm eləsin. Sanki həqiqətən də o məqamdasan və o məqamın haqqını verən kimsəsən. Amma kibirdən danışan kimi, biraz mənfi xüsusiyyətli bir şeylərdən danışan kimi birbaşa içimizdə bir dənə münadinin səsi gəlir. O da nəfsimizdir, kibrimizdir. Həmin o münadi bizim kibrimizdir. Nə deyir? Subhanallah, ata da evdə belədir. Falan xoca da belədir, məsciddəki falan imam da belədir, qardaşlıq eləsəm də falan adam da belədir. Nə bilim, avtomatik gözün səndən eyni zikir halqasında oturan başqa qardaşın üzünə gedir. Sanki o beləymiş də sən belə deyilmişsənmiş kimi. Amma mərifət sahibi deyir, kimdir? Fərasət sahibi. Allah Azza və Cəllənin zikri getdiyi zaman insana, qarşısındakı insana, münadiyə, xətibə ondan danışırmış kimi baxmaq. Hər kəs üstünə götürməlidir. Hər kəs, danışan da, danışılan da, dinləyən də, dinləyici də, başda da danışan öz üstünə götürməlidir. Yəni biz bu dəqiqə sosial platformaya girsək, neçə insanlar kibirdən danışır. Neçə insanlar kibirdən danışır və danışan insanların əksəriyyəti də kibir sərgiləyən insanlardır. Özləri kibir sərgiləyən insanlardır. O daha çox böyük bəladır. Daha şiddətli bir bəladır. Nəbi sallallahu aleyhi və səlləm sahabə rivayət edir ki, Əbu Hüreyrə, Allah Resulü sallallahu aleyhi və səlləm xütbədə dedi ki, qəlbində miskal dənəsi qədər belə olsa, kibir olan kimsə cənnətə girə bilməz. Miskal dənəsi qədər, yəni xardal dənəsi qədər belə olsa, kibir olan kimsə cənnətə girə bilməz. Haqdırmı? Haqdır bu söz. Sadakallah və sadaka Rasulullah. Bəs biz nə edirik? Bəs biz bunu təmizləməyə, bəs biz bunu aradan qaldırmağa çalışırıqmı? Biz nə edirik? Bizim elədiyimizi söyləyim də sizə. Biz belə şeylər danışılanda başqasının üstünə yıxırıq. Başqasının üstünə yıxırıq. Biz bir hal təzahür edəndə həmən halın qarşısında boğula-boğula qalırıq. Çünki kibir var axı. Əslimizi gizlətməyə çalışırıq. Və biz təvazu sahibi olmadığımız təqdirdə təvazukar halına özümüzü belə deyək, o hala salmaq istəyirik, o rəngə bulanmaq istəyirik. Yenə deyirəm, beləsi bir hallara sahib olmaqdan ötürü ciddi mənada kişi gərək öz üstündə çalışsın, öz üstündə işləsin. Baxın, şeyx deyir ki, Allah ona rəhmət eləsin, deyir, təvazukar, yəni təvazunu qoy alimlər göstərsin. Çünki məqamları uca, hörmətləri çoxdur. Təvazunu deyir, qoy alimlər göstərsin. Çünki məqamları uca, hörmətləri çoxdur. O adam göstərsə, o adam özünü aşağı salsa, artıq bu təvazudur. Yoxsa bir adam ümumiyyətlə onsuz da səviyyə baxımından aşağı adamdır, danışdığı ilə yaşamayan adamdır. Bu adam sözə başlayanda deyir ki, sizin qarşınızda bir qərib oturub, sizin qarşınızda bu ümmətin mərkəbi oturub, üzr istəyirəm, yəni himəri oturub da, yəni uzun qulağı oturub, xidmətçisi oturub, biraz da misal çəksək, sizin qarşınızda Əhl-i Beytin qapısının iti oturub və yaxud da və s. və ilaxır. Qardaş, gizli kibirə ehtiyac yoxdur. Kimliyindən asılı olmayaraq, hansı cəmaatdan, cəmiyyətdən asılı olmayaraq, kimin oğlu, kimin uşağı, kimin belə deyək, nəvəsi, hansı işin sahibi, hansı miniyin sahibi, hansı məqamın sahibi olmasından asılı olmayaraq gizli kibirə ehtiyac yoxdur. Nə sənsə, İslam dini səni elə qəbul edir. Nə sənsə onu göstər. Pissənsə, pisini göstərmə, amma olmadığın bir şeyi də göstərməyə çalışma. Olmadığın bir şeyi göstərməyə çalışdığın təqdirdə bu da kibirdir. Bu da bir kibirdir. Bu da səni zəlalətə və sonunda Allah qorusun, o da aparacaq. Allah Azza və Cəllə Qasas surəsində buyurur ki, Estağfirullah, biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə fəsad törətməyənlərə qismət edərik. Ən gözəl aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərədir. Bax, Allah Azza və Cəllə dünya yurdunu demir. Fikir verirsiniz nə deyir? Allah Azza və Cəllə dünyanın içindəki zinətləri də demir.
Allah Azze ve Celle ümumi bir torpağın üstünde ömür sürerken rahatlıktan da danışmır. Ne deyir? Biz bu güzel olanı, biz bu ahiret yurdunu yer üzerinde fitne fesat törətmədən ve təkəbbürlük etmeden gəzib dolananlara, ömür sürənlərə, Allaha bu minvalda qulluq eləyən kimsələr üçün nəsib eləyərik. Elə gözəl aqibət də Allahdan həqiqətən qorxan kimsələr üçün. Demək ki, burada bir mürtəzə işarəsi düşür tam meydana və Allahdan qorxanlar və Allahdan qorxmayanlar İslam üzere olmaklarına rağmen, yani namaz kılan birileri olmalarına rağmen ikiye ayrılmış olur. Biri namazının özünü düzelttiği kimselerdi. Birisi de namazının hakkını verebilmediğinden dolayı düzelebilmeyen kimselerdi. Çünkü Allah Azze ve Celle diyor ki, Estağfirullah. İnne salate tenha anil fahşeyi vel munker. Şüphesiz namaz insanı pislik ve çirkinlikten alıkoyar. Yani sen burada diyebilmezsen ki ben namaz kıldım ama pislikten de çirkinlikten de alıkoyulmuram və yaxud düzəlmirəm. Demək ki, sen Allah Azze ve Celle iftira atırsan. Allah Azze ve Celle'nin paç ayetlerine dil uzadırsan. Günahı təqsiri onda görürsən. Ama elə deyil axı. Bilsən necədir? Sen demək ki, namazı Allah Azze ve Celle'nin Musa Aleyhisselam'a emr ettiği kimi qılmırsan, hakkını vermirsən ki, ona görə də Allah Azze ve Celle o namaz vasitəsilə səni düzəltmir. O namaz vasitəsilə səni kibirlilərin arasından çıxardıb da təvazu sahiblərinin arasına soxmur. Güya kibirlə təvazu harda ayrılır? Nəfsi bir şeydir, elə deyil. Əbu Cəhil gəldi, ovucunun içində çıngıl daşları tutdu. Yanında da köməkçisi, xidmətçisi. Gəldi Nəbi sallallahu aleyhi və səlləmi Kəbənin yanında saxladı və qayıtdı ki, ey Muhammed, əgər bilsən ki, əlimin içində nə var, mən sənə iman gətirəcəm. Allah Resulü sallallahu aleyhi və səlləm dedi ki, əgər istəyirsənsə, sənin əlinin içindəkilər mənim kim olduğumu sənə söyləsinlər. Və əlini açsı belə, daşlar dedi ki, əşhədu ən la ilahə illallah və əşhədu ənə Muhammedən abduhu və rasuluhu. O daşları atdı yerə, üzünü döndərdi getdi. Ayət də gəlir, üzünü döndərdi getdi. Xidmətçisi dedi ki, o açıq aydın bir sehirbazdır. Əbu Cəhil bilirsiniz nə dedi? Əbu Cəhil ona dedi ki, o Allah tərəfindən göndərmiş bir peyğəmbərdir, amma niyə bizi yox onu? Allah niyə məni yox onu seçsi deyir. Kibrə baxın. Bu nədir? Bu hələ insanların arasındakı kibirlilikdir. Qulların arasında kibirin formasıdır. Yəni qulun özünü digər quldan üstün görməsidir. Bir də var Fironunki. Firon nə dedi? Çıxdı təpiyə qayıtdı dedi ki, Estağfirullah. Qalə ənə rabbukumul a'lə. Mən sizin ən uca Rəbbinizəm. Rəblik iddiası elədi. Yəni özünü Rəbb yerinə qoydu. Rəbbin özü olduğunu söylədi və kibirlərin ən sirkinini işlədi. Bu da artıq ilaha qarşı göstərmiş olan kibirdir. İblis məsələn. İblis qulların arasında üstün olduğunu söylediği halda gələn rivayətlərdə Allah Azze ve Celle ibadet ettiği, Allah Azze ve Celle'nin emrinde olduğu ve diğer melekut tarafından tanındığı söylenir. Kullara karşı, yani torpaktan yaratılan Adem'e karşı üstünlüğünü söylemesine rağmen Allah'a karşı da orada kibir gösterdi. Çünkü onu emri eləyən alemler Rəbb olan Allah idi ve Allah Azze ve Celle dedi ki, mən ondan daha üstünüm. Məni ondan yarattın ki, hansı ki o torpaqdan daha əzəmətlidir. Baxın qardaşlar, Allah Azze ve Celle fitnə fəsaddan törədir. Fitnə fəsaddan danışır. Burada alimlərimiz deyir ki, bir qismi hamısından oxumaq nəsib olmur. Əsasən dərs hazırlayanda bir qismindən oxuyuruq, hazırlayırıq, müfəssirlər olsun və s. və ilə axir alimlərdən olsun. Alimlərimiz deyir ki, fitnə fəsad gizli və aşkar kibirdən cərəyan eləyən hallardan ən tez bir üzə çıxan bir çirkinlikdir, bir təzaddır. Fitnə fəsad necə ortaya çıxır? Fitnə fəsad sənin kibir əhli olduğun halda
insanların içində təvazu göstərməyin, yalnız özün beynində birisini tapdığın zaman, özün ağlında birisini tapdığın zaman onunla qruplaşmağın, yəni onunla birləşməyin və həmin insanlara qarşı bir üstünlük haqqında danışmağından başlayır. Allah Azza və Cəllə deyir ki, bax onlar yer üzərində təvazu halında gəzərlər və fitnə fəsad törətməzlər deyir. Gözəl aqibət də deyir elə Allahdan qorxanlar üçündür. Bax işin sonunda Allah Azza və Cəllə ondan qorxulmasını söylüyor. Yenə deyirəm, ondan qorxmaqdan ötürü həqiqətən qardaşlar tövsiyə edirik. İmam Əhmədin Rahiməhullahın məzhəbində də, məktəbində də, digər üç imamın, İmam Əbu Hənifə, İmam Şafi və İmam Malikin məzhəbinin alimləri, müctəhidləri arasında da ciddi qəlb halları ilə bağlı, ciddi insanın əməlləri ilə bağlı gözəl risalələr, gözəl mətnlər, əsərlər, kitablar yazan alimlərimiz, böyüklərimiz var. Allah hamısına rəhmət etsin. Onları oxumaq lazımdır. Oxumaq lazımdır və insan bizim sinifdə qaldığımız o mövzunu eləməlidir. Bax, otururuq burada, Allah üçün səmimi olaq da, gəlir ki, həmən o müjdənin üzərinə olaq da, qalxdığımız zaman münadi gəlsin bizə, qalxın günahlarınız bağışlanmış şəkildə olaraq və səvaba dönüşmüş şəkildə olaraq desin. Amma daha fərasətli, daha fəhimli, daha insaflı adamlar neynir? Daha dinində vicdanlı olan adamlar, dinini daha qorunaqlı hala gətirən, dinində daha qeyrətli olan adamlar neynir? Orada eşitdiklərinin gedir üzərinə bir həyat inşa eləməyə çalışır. Həyatını orada eşitdiyi faydaların üzərinə inşa eləməyə çalışır və yaxud da həmin faydaları öz həyatının üzərinə sirayət etdirməyə çalışır. Belə bir dərdi olur. Mən orada müəyyən xeyirləri eşitdim. Həmin xeyirlərin heç olmasa birini həyatıma əks elətdirim. Oradan bir hədis, bir ayət həyatıma əks elətdirsəm, növbəti dərsdən də bu hal üzrə bir ayət, bir hədis əks elətdirsəm, artıq biz bugün 70-ci dərsdir. Allah Azza və Cəllənin lütf etməsi ilə keçirik. Bu artıq bir silsilə dərsdir. 70 dərsə, 70 hədis, 70 ayət cəllilə həyatımıza biz sirayət elətdirsəydik, vallahi deyirəm, biz 2 il bundan qabaq necə başlamışıqsa, hal-hazırda yenə elə olmazdıq. Dərsə başqa bir xuşu ilə qatılardıq. Dərsə qarşı başqa bir iştiyaqımız olardı, başqa bir həvəsimiz olardı. Allah Azza və Cəllənin zikrində bir araya gəldiyimiz zaman sevinərdik. Yoxsa müəyyən kiçik problemləri şeytanın da belə deyək, vəsvəsəsi ilə gözümüzdə böyüdüb, Allah zikr olunan məclislərdən bərdə qalmağa çalışmazdıq. Ona görə yenə deyirəm, əgər bu 70 dərsin içində birinci dərsdən 70-ci dərsin arasında müəyyən bir dəyişiklik yoxdursa, ancaq gələk müəyyən şeyləri dinləyək, sonra oradan 2-3 dənə istiğfar əcri alaraq ayrılaq və yaxud da günahlarımız bağışlanaraq ayrılaq. Budursa, vallahi bu çox kiçik bir plandır. Çox kiçik bir xəyaldır, çox kiçik bir hədəfdir. Çünki Allah Resulü sallallahu aleyhi və səlləm xütbədə xitab elədiyi zaman deyən ravi sahabə rivayət edir ki, söylədiyi o hədis var da, qəlbində miskal dənəsi qədər bol olsun, kibir varsa o insan cənnətə girə bilməz, sahabədən birisi özünü saxlaya bilmir. Qalxır yağı qayda deyir ki, ey Allahın Rasulü, gözəl geyinmək, uzun geyinmək buna daxildirmi? Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, Allah gözəldir, gözəl olanı sevər. Allah nemətlərini qulunun üzərində görməyi sevər. Baxın, biz bəzən indi libas bölümü açıldı, bir şeyləri yenə deyirəm, şeyxlərin dili ilə çatdırmaq istəyirəm. Mənim burada danışdıqlarım ayət, hədis və şeyxlərin mətnlərində qeyd etdiyim misralardır. Biz nə deyirik? Kibirli insana deyirik, ona necə burnu havada insandır, necə burnu dik adamdır və s. və ilə axır. Ərəblərdə də kibri ifadə edən söz Allah Resulü sallallahu aleyhi ve sellemin dili ilə səsləndirsəyə belə idi. Libası yerlə sürünür. Yəni libası qısa da olsa belə, kibri səbəbi ilə deyirdi ki, ona bax deyir, libası yerlə sürünür. Anlaşıldı? Yəni burada libası yerlə sürünür, kibrin
vəsfi idi, kibrin göstəricisi, əlaməti idi yəni. Nəbi sallallahu əleyhi və səlləm deyir ki, ona bax deyir ki, libası yerlə sürünür. İndi biraz belə deyim, sahabədən bəziləri bunu götürür birinci günlərdə. Sonra xeyirli təbəqədən, salih təbəqədən birisini gördüyü zaman görür ki, libasının ətəkləri uzundur, yerə dəyir. Və deyir ki, bəs Allah Resulü sallallahu aleyhi və səlləm buyurmur ki, libasın ətəyi yerlə sürünən kibirlidir. Amma mən də səni tanıyıram, baxı sən salihlərdənsən, sən xeyirli kimsəsən. Bu necə olur belə? O orada Abdullah ibn Ömərə deyir ki, deyir Nəbi sallallahu aleyhi və səlləm bunu kibirli insanlar üçün söylədiyinidir. Məsələn, İmam Əbu Hanifə, Allah ona rəhmət eləsin, çox dəbdəbəli, çox gözəl bir libas hədiyyə eləmişlər ona, hansı ki, onun ətəkləri yerlə sürünürdü. Və tələbələrindən Əbu Yusuf səhv eləmirəmsə, Allah ona rəhmət eləsin, deyir ki, şeyx deyir, bəs sizin libasınız yerlə sürünür, deyir. Bunun cavabı nədir? Nə ola bunun cavabı? Buradakı hikmət nə ola? İmam Əbu Hanifə, Allah ona rəhmət etsin, deyir ki, Allah Azza və Cəllə, Allah Resulü sallallahu aleyhi və səlləm burada kibiri qəsd edir. Kibir libasın uzunluğuna və yaxud da qısalığında deyil. Kibir, insanın o şeyi geyindiyi zaman nəyə niyyət etməsidir. Adam var ki, qısa şalvarla kibir göstərir. Adam var dar şalvarla, adam var geniş şalvarla kibir göstərir. Burada libasın forması ölçüsü deyil kibir. Çünki əməllər niyyətlərə görə də innəməl ə'malu bin-niyyət. Və dəyərli qardaşlar, sahabə deyir ki, ey Allahın Resulü, uzun geyinməyim, gözəl geyinməyim deyir, bu Allahın nemətidir. Nəyə gətirmək istəyirəm? Sahabə həmən bir şeylər varsa ağlında, həyatında, onu tez dilinə gətirir. Tez dilinə gətirir ki, Allah Resulündən bir cavab alsın, düzəldilməsi gerəkən şeydirsə düzəltsin. Yox, ümumiyyətlə gözəl bir halınsa onu həyatında saxlasın. Və Allah Azza və Cəllə bunun bərabərində yenidən bizlərə bir ayəti xatırladır və buyurur ki, Rəbbimiz Subhanahu və Teala İsra surəsində yer üzündə təkəbbürlə gəzib dolanma. Təkəbbürlə gəzib dolanma. Allah Azza və Cəllə bilirsiniz kimə xitab edir? Allah Azza və Cəllə həm özünü bilən, həm də kibir sahibi olduğunu bilməyən kimsələrə xitab edir. Həm bilir kibirlidir. Amma neçə dənə kibir insan özünü bir üzə verir, neçə dənə kibir insan qəbul edir. İslam üzəri olduğu halda, biz burada İslam üzəri olanlardan danışırıq, bizə qeyri-müslimlər lazım deyil. İslam üzəri olub neçə insan özünün həqiqətən, mən kibir üzəriyəm, mənim qəlbimdə Allah Rasulunun aleyhissalatu vesselamın cənnətə girə bilməyəcəyi dediyi o miqdarda kibir var. Ən azından var o. Ən azından o var. Və qardaşlar, bu kimi hallar Əbu Bəkirlə, Ömərlə, Osmanla, Aliylə və digər sahabə radiyallahu anhum cəmiyyənlə bir yerdə öldü getdi. Bilirsiniz nə? İnsanlar gəlib Həzrət Ömərə Allahdan qorx dediyi zaman deyir, Həzrət Ömər deyir, oturardı yerə, əlini atardı torpağa deyərdi ki, vay mənim halıma, Ömər kimdir ki Allahdan da qorxmasın. Özünü danlayardı, deyərdi ki, vay mənim halıma, Ömər kimdir ki Allahdan qorxmasın. Yanlış anlaşılma səbəbi ilə gənclərdən birisi gəlir İmam Əbu Hanifəyə, digər imamlara da olsun, həmsini, birisindən misal çəkməyimiz o demək deyil ki, bu onun üstün vəsfidə, o birislərində bu yox idi. Gəlir deyir ki, Allahdan qorx, ey Numan, otur uşaq kimi ağlayır İmam Əbu Hanifə. Deyir, Allah səndən razı olsun. Deyir, sən necə də gözəl bir xatırladıcısan. Subhanallah. Deyir, sən necə də gözəl bir dostsan, tanımır, birinci dəfədir sırqamaq. Necə də gözəl bir dostsan, necə də gözəl bir xatırladıcısan, deyir. Mənə dedin ki, Allahdan qorx. İndi insanlara xitab edən, Allahın dinindən danışan, Allahın dininin dəvətçisi olduğunu söyləyən, mehrablara, minbərlərə çıxan, sosial platformalara video yerləşdirən kimsələrə deyəndə ki, Allahdan qorx, deyirlər ki, mən neynəmişəm ki, Allahdan da qorx. Neynəmişəm? Adamın üzünə bax ki, neynəmişəm Allahdan? Sən bu reaksiyada olmağın Allahla
sən arandakı həmin o qorxu cizgisinin qəflət halında olmasıdır. Həmən ki o qorxunun cizgisi var ha. Həmən ki Allah Azza və Cəlləni görülmüş kimi yaşamağın cizgisi var ha. O cizgidə qəflət halında olmağın göstəricisidir o. Ki sən qayıdıb diyorsun ki mən nə etmişəm ki Allahdan da qorxum. Amma Ömər nə dedi? Ömər dedi Ömər kimdir ki Allahdan qorxmaz. Oturdu ağladı. Əbu Hənifə, İmam Əhməd də, İmam Muhammed İdris, Əşşafi. Bunlar nə deyirdi? Bunlar deyirdi ki sən necə gözəl bir dostsun. Sən necə gözəl bir xatırladıcısı, necə gözəl bir yol yoldaşsın. Elə insanları arzuluyurdular onlar. Ki ona bir kiçik qəflət halında desin ki Allahdan qorx, halını düzəl. Bilirsiniz necə gözəl bir sözdür. Vallahi necə gözəl bərpa edici bir sözdür. Allah şahiddir. Və dediyin adam da bunu qəbul eləməlidir. Zarafata yox fısk üzərinə qurulmuş bir dostluğun, ikiniz də günah üzərinəsiniz. Sən gülə-gülə zarafata salırsan ki, Allahdan qorx. Gülə-gülə yox. Rəngini bəlli elə. Onun üzərinə olduğun kiçik fasikliyin belə üzərinə olma. Və onu gördüyün zaman deyən ki Allahdan qorx. Və deyən adamın da böyük rolu var ha burada. Dinləyənin də deyən adamın da böyük rolu var. Demək şərtinin də, demək qaydasının da böyük rolu var Allahdan qorx. Allahdan qorx sözü qəlbdəki kibiri öldürən bir sözdür. Allahdan qorx sözü insana ixlası qazandıran bir sözdür. Allahdan qorx sözü insana xeyirlərə doğru yönəlməyi yolunu göstərən bir sözdür. Allahdan qorx sözü insanı Rəbbi ilə yaxınlaşdıran və Rəbbindən başqa heç bir yaslana biləcəyi bir kimsənin olmadığını xatırladan bir sözdür. Allahdan qorx sözü. Ona görə də biz bir-birimizə həqiqi mənada tez-tez Allahdan qorx deməliyik. Allahdan qorx, halını düzəl. Fudayl ibn İyad kibirli idi də, elə deyil, bir tabiinin böyük abidi, alimi olduğunu söylədiyimiz o kimsə. Kibiri nədəydi? İnsanların qarşısını kəsirdi, güclü olduğunu söylüyürdü və onların mallarını qəsb edirdi. Allah ondan razı olsun, Allah ona rəhmət eləsin. Sadəcə olaraq nümunə üçün çəkirik bu misalları ki, Allahın izniyle hardan hara, nə idi, nə oldu. Və biz də belə ikən necə ola bilərik? Məşvərə eləyək, istişarə eləyək, daxili qardaşlarımızla necə düzələ bilərik, necə islah ola bilərik? Qalxdığı zaman öz məşğulunun yanına ayət eşidir. Ələm yə'ni lillezine əmənu ən təxşə qulubuhum li zikrillah. İnananların qəlblərinin Allahın zikri ilə qorxuya düşmə vaxtı gəlib çatmadı mı? Halının dəyişmə vaxtı gəlib çatmadı mı? O ayət onun içindəki kibiri öldürdü. Əlləri açıldı pəncərədən və üzü üstə yerə dəydi. Və gözlərindən yaşlar axa-axa getdi, gecələyəcək bir yer tapdı və orada başladı təfəkkür eləməyə. Orada daxili mühasibət elədi və dedi ki, Rəbbim, mən sənə döndüm. Necə döndüm? Dönə bilməsindən ötürü bir şeyi öldürməliydi. O şey qoymazdı Allaha dönsün. O şey insanlara döndərir. O balaca beləsi, baxırdası beləsi insanlara döndərir adamı ancaq. Rəbbə döndərməyə qoymur. Kibir də olur. Onu öldürdü. Bir ayət, Hədid surəsinin bir ayəti öldürdü onu. Və dedi ki, Rəbbim, onu öldürdüm. Bu tasavvuf, həqiqi tasavvuf alimlərinin dili ilə desək, lisanı ilə, öldüm də gəldim. Yəni, onu öldüm də gəldim, bilirsiniz nədir altıdakı mənada? Yəni, nəfsimi öldürdüm, öldüm də gəldim. Yəni. Nəfsimi öldürdüm də gəldim. Ondan bir əsər əlmət qalmadı. Artıq müəyyən bir dərəcənin sahibi oldu. Müəyyən bir məqamın sahibi oldu. Və dəyərli qardaşlar, ayətin üzərində, ayətlərin üzərində çox qalmadan inşallah bir neçə dənə hədis də zikr edib ondan sonra dərsdəki faydaları Allahın izniyle özümüz istişarə eləyərik. Nəbi sallallahu aleyhi və səlləm buyurur ki, Harisə bin Vəhb
rivayet eləyir. Deyir, buyurar Şən-Nəbini belə eşitdim. Sizə cəhənnəmliklərin kim olduğunu deyimmi? Onlar qatı qəlbli, kobud, xəsis və lovğalanaraq yeriyənlərdir. Nəbi sallallahu aleyhi və səlləm bizlərə misallar gətirdiyi zaman ümumiyyətlə bir vəsfin hansı vəsfləri də öz içində, öz ətrafında yığa biləcəyini söyləyir. Məsələn, kibir özü ilə bərabər nəyə gətirir? Kibir, bayaq dedik axı, malının özündən olduğunu insana zənn elətdirir və insanı nə edir? Ucub. Ucub da bayaq dedik ki, bir kibirdir. Elədir. Deyir ki, bu məndəndir. Eyni ilə kim kimi? Eyni ilə bir neçə dənə bu belə deyək, mövzunun bir neçə dənə pis tərəfdən nümayəndələri var, modelləri var ki, onlardan birisi də Qarun. Birisi Nəmruddur, birisi Samiridir və s. və ilaxır. Beləsi Firondur. Onlardan malının özündən olduğunu bilən hansıydı? Qarun idi. Qarun nə dedi? Quran Azimüşşanda ayət cəllədə keçir ki, Qarun dedi ki, Musa ondan Allah yolunda Rəbbin səndən istəyir dediyi zaman dedi ki, bu mənim özümdən olan bir şeydir. Bu mənim özümdən olan bir şeydir. Yəni özündən bildi onu. Nəbi sallallahu aleyhi ve sellem nə deyir burada? Deyir ki, cəhənnəmliklərin vəsfini deyim mi? Onlar xəsisdirlər, lovğanalarlar və təkəbbürlüklə gəzərlər. Demək ki, kibrin əlamətlərindən birisi də nədir? Xəsis olmaqdır. Bunların hamısının sonunda 2-3 dənə gizli kibirin 2-3 dənə gizli kibirin insanın bədənində, hansı insanın daha doğrusu sədrində bulunduğunu zikr edəcək. Alimlərimiz deyir ki, kim deyir onda kibir olduğunu bilməsini istəyirsə, öyrənməsini istəyirsə, dəyərli qardaş, kim deyir onda gizli deyir, kibirin olduğunu bilmək istəyirsə, bu hallara göz nəzər salsın. Onlardan birisi hansıdır? Məclisə girdiyi zaman insanların qalxıb da onunla salamlaşması və yaxud da ona yer verməsi istəməsi. Əgər səndə insanların səni böyük olaraq qarşılamasını istəmə arzusu varsa, sənə görə ayağa qalxmaq istəməsi arzusu varsa, yəni heç incimə, sən təkəbbürüsün. Səndə o gizli kibir var. İkincisi, bir yerə getdiyi zaman, adi müsəlmanları ziyarət edəcəksə belə, bir yerə getdiyi zaman öz başına 2-3 nəfəri toplayaraq həmən məclisdə diqqətləri öz üzərinə çəkmək istəyən kimsə, yəni o məclisə getdiyi zaman ki, məni o məclisdə fərq eləsinlər, biz o məclisdə görsünlər, həmən insan da gizli kibrin sahibidir. Zəngin, bunu hal-hazırda müsəlman iş adamlarında görürük. Və mən bilirəm ki, təkcə mən görmürəm, hər birimiz görürük. İstər məscid əhli qardaşlarımız olsun, istər məscidə elə də tez-tez gələ bilməyən insanlar olsun. Zəngin təbəqə ilə başqa müamilə eləyib, başqa rəftar eləyib, kasıb təbəqə ilə başqa rəftar eləyən kimsə, istər müsəlman belə olsa, istər qadın, istər kişi olsun, o insan gizli kibirin sahibidir. O da inciməsin. Onda kibir var. Və Allahdan qorxsun, geçsin halını düzəlsin. Geçsin həyatını düzəltsin, emar eləsin. Və ondan sonra bir zikrə getdiyi zaman gözünü müəyyən bir yerə dikib də mən ancaq orada oturaram, mən ancaq orada oturmaq istəyirəm deyib, məsələn, hocanın, şeyxin, bir elm tələbəsinin yanında oturmağa meyl edib, yalnız digər qardaşlarla bir yerdə oturmaq istəməyir. Kimsə də kibir sahibidir. Yəni, əslində
Elə də çətin məsələ deyil. Bilirsiniz niyə? İnsan oturmalıdır və deməlidir ki, İbn Qeym deyir, rahməllah, deyir, bir gün ibadət elədi, deyir, o qədər deyir, ibadət elədi, axırda deyir, imamın deyir, mehrabının sağında əyləşdi və nəfsinin arzuları ilə başladı danışmağa və dedi ki, sən kimsən? Sənin deyir, bir qarın yeməyin var, arpa. Bir də sənin deyir, evdə gözləyən deyir, bir qoca qarı var. İnsanlarla eyni şeydən yaranmışsan və insanlarla eyni yerə də gömüləsən. Dəfn olmazsın. Yəni sən kimsən? İnsan bunu özünə deməyə başlasa ki, sən kimsən? Vallahi özünü bilən insan digər insanları özündən aşağı görməz. Hətta bu biraz bizim indiki vaqiədə o zaman əsr-i saadətdə deyilmiş sözdür, şəriət müstəvisində deyilmiş sözdür, şəriətlə yaşayan bir bəldə üçün deyilmiş sözdür. Deməli, Fudayl ibn İyad rivayət edir ki, Hasan əl-Bəsri rivayət edir, ondan da sonra Fudayl ibn İyad rivayət edir. Eyni mövzulu şeylərdir. Deyir, sən əgər qabağına çıxan hər bir müsəlmanı, hər bir kəsi özündən üstün görmürsənsə, özündən xeyri görmürsənsə, səndə kibir var. Baxın, biz nəyə baxırıq? Biz zahirə baxırıq. Baxırıq ki, bir qardaşımızın saqqalı bizim saqqalımızdan daha qısadır. Deyirik ki, yəqin bu Allah qatında məndən daha nədir? Aşağıdır. Amma insanın gecələrindən xəbərimiz yoxdur. İnsanın viridlərindən xəbərimiz yoxdur. İnsanın qirayətindən, yəni Quranın nə qədər Quranla arası yaxşıdır, ondan xəbərimiz yoxdur. Amma saqqalı bizim saqqalımızdan bir tutamazdı deyə deyirik ki, bu nədir? Biz Allah Rasulü sallallahu aleyhi və səlləmin sünnət səniyyəsinin doğru düzgün riayət eləmiş. Amma insan bilmirik, gecələr neyinir. İnsanın sədəqə məsələsini bilmirik. İnsanın insanlarla münasibətini bilmirik. İnsanın gözəl əxlaqını başqa yerlərdə necə yansıtdığını, həqiqətən onu gördükləri zaman insanların halının düzəlməsi ilə bizi gördükləri zaman insanların halının düzəlməsinin arasında böyük bir fərq olduğunu xəbərim belə bizə gəlib çatmayıb. Amma müəyyən şeylərdə bizdən zahiri mənada geri qalıb deyə biz deyirik ki, yəni biz ondan üstünük. Amma alimlər, Allah dostları nə deyir? Allah dostları deyir ki, əgər o da İslam üzərədirsə, sən də İslam üzərəsənsə, onun üçün deməlisən ki, qəlbinə bunu yeritməlisən. Şübhəsiz ki, o məndən daha xeyirlidir. Bax, təqvalıdır demək icazəli deyil, qardaşlar, yanlış anlaşılmasın. Bu əslində bəyənilməyən bir söz. Yəni, o məndən daha çox Allahdan qorxur. Bu sözü işlətmək doğru deyil. Amma bu söz doğrudur ki, o məndən daha xeyirlidir. Anlaşıldı mı? Yəni, hər bir müsəlman üçün bunu desən, qarşına çıxsan, səmimi olsan dediyin sözdə, Allahın iznindən bir müddətdən sonra içindəki o düşməni öldürəcəksən. Baxın, təvazu rəhmətdir. Kibir zillətdir. Kibir şəfhətdir. Kibir İblisin Adəmin və Adəmin zürriyyəti üçün etmiş olduğu lənətdir. Ona görə biz o lənətdən təbərri etməliyik, bərdə durmalıyıq və Allahın rəhmətinə tərəf yönəlməliyik, qaçmalıyıq. Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, kim deyir təvazu göstərərsə, yəni özünü kiçildərsə bir qardaşın qabağında, Allah onun dərəcələrini uzaqlar. Allah onun xeyrini artırar. Allah onun bulunduğu toplumun içindən daha xeyirli bir toplumda dərəcəsini artırar. Onunla öyünər. Təvazu haqqından fərağət eləyib. Qardaşının həqiqi mənada könlünü xoşnut etməkdir. Amma təvazu olmayanda bir yaxşı zikr elədik ki, onsuz da haqq sahibi olmadığın halda başlayırsan
müəyyən bərbəzəkli sözlər işlədərək özünü təvazu əhli kimi göstərməyə çalışırsan, bu da deyir gizli kibirdir ki, o ən böyük bəladır deyir. Və dua eləyək ki, Allah Azza və Cəllə bizləri təvazu əhlindən eləsin və həqiqətən kibirdən və ona aparan yollardan və onun əhli olan insanlardan da mühafizə eləsin. Və axiri və dəvana inilhamdülillahi rabbil alemin.